Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırız. Vətən sevgisini sözdə deyil, əməli ilə sübut edən igidlərdən biri də Cəlilov David Raufoğludur. David 29 fevral 2004-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində dünyaya göz açmışdır. Ailənin 3 övladlarından biri, evin tək oğlu, 2 bacının tək qardaşı idi. 2010-2021-ci illərdə Kərim Bəhərramov adına Xudat şəhər 3 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaqlıq illərindən idmanın müxtəlif növlərinə maraq göstərmiş, qazandığı nailiyyətlərlə və medallarla hər zaman fərqlənmişdir. Məktəb illərində nümunəvi oxumağı və davranışı ilə seçilmiş, şəkli şərəf lövhəsinə vurulmuşdur. Gülər üzlülüyü, səmimiliyi və mehribanlığı ilə müəllimlərin və şagirdlərin hörmətini qazanmışdır. Vətən müharibəsi zamanı cəmi 16 yaşı olsa da könüllü olaraq hərbi komissarlığa müraciət etmişdir. Davidin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 18 yaşını tamamladıktan sonra 2022-ci ilin aprelin 1-də hərbi xidmətə çağırılmış və komando kəşfiyyat bölüyündə tuşlayıcı vəzifəsində xidmətə başlamışdı. Nümunəvi xidməti, döyüş hazırlığındakı igidliyi və torpağa bağlılığı onu əskərlərin və komandirlərin sevimlisinə çevirmişdir. Çətin təlimlərə baxmayaraq, David hər zaman əzmkarlıq göstərərək irəlidə olmuşdu. Məzuniyyətə gələndə anasına demişdi: "Ana, döyüş olarsa, sağ qalsam qəhrəman, ölsəm şəhid olacağam." Uşaqlıq arzusu daxili işlər orqanlarında çalışmaq, polis olmaq və cinayətkarlara qarşı mübarizə aparmaq idi. Lakin bu arzusu ürəyində qaldı. 19-20 sentyabr tarixlərində Azərbaycan ordusu tərəfindən lokal xarakterli antiterror əməliyyatı. İrəli ancaq irəli dayanma. Siz tərəfdən baxanda biz oranı sağıyıq, hə? Açın sep şəkilli. Atın lan. Əyil, yat. 19-undan 20-sinə keçən gecə gözünü qırpmadan mövqeyini qorudu. 20 sentyabrda Papravənd Ağdərə istiqamətində düşmən mövqeylərini ələ keçirərkən düşmənin atdığı mərmilərdən biri onun yaxınlığına düşdü. Hərbi xidmətini başa vurmağa cəmi 10 gün qalmış, şəhidlik zirvəsinə ucaldı. Şəhadətə yüksələrkən üzündə məhsum bir təbəssüm vardı. Heç kim qəhrəman doğulmur. Qəhrəmanı böyüdən onun mühiti, yaşadığı zaman və qarşılaşdığı hadisələrdir. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün müqəddəsdir. Vətəni hər kəs sevə bilər, lakin vətən uğrunda hər kəs canını fəda etməz. 2023-cü il bizim tariximizə qızıl hərflərlə yazıldı. Bu zəfər sadəcə hərbi qələbə deyil, şəhid qanı ilə yazılmış müqəddəs bir dastandır. Bu torpaqlar uğrunda canından keçən oğullarımızın ruhu qarşısında baş əyirik. Onların əmanəti olan bu vətəni qorumaq isə bizim borcumuzdur. Qarabağ bizimdir. Qarabağ əbədidir. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan
Ve bugün onların ruhu şaddır. Biz buradayız, siz buradasınız ve ne kadar acı olsa da onların yakınları için, doğmaları için bir təsəlli var. O da odur ki, onlar canlarını feda ederek tarihi zafer çalıp